Xoş gördük hər birinizi, dəyərli YouTube kanalımın izləyiciləri. Mən Mətanət Nəbiyeva sizlərə bugün hər ilmik imtahanlarında düşən inteqrasiya mövzusu haqqında video izah təqdim edəcəm. Buyurun, vaxt itirmədən keçək video izahımıza. Deməli, müəllimlər, ümumiyyətlə, inteqrasiya sözünün mənası nə deməkdir? İnteqrasiya əlaqələnmə deməkdir. Amma bu əlaqələnmənin şərti ondan ibarətdir ki, bu pərakəndə əlaqələnmə deyil, ortaq ideyaların bir araya gətirilməsi. Məsələn, iki fəndə ortaq olan ideya, eyni fən daxilində müxtəlif mövzular arasında ortaq olan ideyaların araya gətirilməsi, bax bunlar necə adlanır? İnteqrasiya prosesi adlanır. Deməli, inteqrasiya sözünün mənası nə oldu? Əlaqələnmə. Gəlin indi keçək görək, inteqrasiya hansı növlərdən təşkil olunub? İnteqrasiyanın müəllimlər 3 növü var. Fən daxilində, eyni fənnin daxilində baş verir proseslər, fənlərin arasında inteqrasiya və həyatla əlaqələnmə olan fənn üstü inteqrasiya. Deməli, fən daxili inteqrasiya eyni fən daxilində olur. Fənlər arası adından göründüyü kimi müxtəlif fənlər arasında əlaqələnmə. Fənn üstü həyatla əlaqələnmə. İndi gəlin bu inteqrasiya modellərinin hər birinin necə xüsusiyyətləri var, necə işlənir, nümunələrlə tanış olaq. Sonda bunları test nümunələri ilə sizə izah etməyə çalışacağam. Deməli, müəllimlər, fən daxilində inteqrasiya özü iki hissədən ibarətdir. Şaquli model və üfüqi model. Şaquli model siniflər arasında olan əlaqələnmə deməkdir. Yəni, ola bilər ki, sən eyni mövzunu şagirdə 5-ci sinifə daha erkən versiyada keçmirsən, daha sonra 7-ci sinifdə onu mürəkkəbləşmiş, daha dərinləşmiş bir versiyada keçəndə bu modelimiz olur şaquli inteqrasiya. Məsələn, İsmail haqqında tarix fənnindən şagirdlərə 5-ci sinifdə ibtidai bir məlumat veririk, ilkin məlumat veririk. Daha sonra 7-ci sinifdə Səfəvilər dövlətini, Ərdəbil hakimliyini keçəndən mən 5-ci sinifdə keçdiyim materialla onu əlaqələndirirəmsə, 7-ci sinifdə belə deyim, genişləndirib şagirdlərə məlumat verirəmsə, bu şaquli inteqrasiya modeli adlanır. Şaquli inteqrasiya bəzən testlərdə qarşınıza çıxa bilər. Məzmun standartları arasında əlaqələnmədir. Nə haqqında əlaqələnmədir, nə arasında əlaqələnmədir? Məzmun standartları arasında olan əlaqələnmə. Üfüqi modelimiz məzmun xəttləri arasında olan əlaqələnmədir. Yəni, bu adətən eyni tədris ili ərzində baş verir və müxtəlif məzmun xəttlərini əlaqələndirir. Məsələn, mən şagirdə Səfəvi dövlətini keçəndə, Şah İsmail haqqında bəhs edəndə Şah İsmailin inşa etdirdiyi və yaxud da ki, mədəni tədbirlərini qeyd edirəm. Onun həmçinin bir yazar olduğunu qeyd edirəm. Bax, bu mədəniyyətlə. Biz tarixdə həm dövlətlər haqqında, həm müxtəlif mədəniyyətlər haqqında, hətta ədəbiyyat haqqında məlumat alırıq, düzdürmü? Bax, o mədəni hissəsinə daxildir. Müxtəlif məzmun xəttləri arasında olan əlaqələnmə necə adlanır? Üfüqi inteqrasiya adlanır. Sonra, müəllimlər, keçək növbəti. Şaquli inteqrasiya, baxın, burada da bir nümunə ilə vermişəm. Məsələn, deyirəm ki, 5-ci sinifdə Səfəvilər mövzusunu keçmişəm, sadə formada. Bayaq dediyim nümunənin yazılı şəkildə. Daha sonra 7-ci sinifdə eyni mövzunu keçəndə onu 5-ci siniflə əlaqələndirirəm. Yəni, siniflər arası inteqrasiyada adlandırırıq biz şaquli inteqrasiya. Necə inteqrasiya adlandırırıq? Siniflərin arasında dərinləşmə modeli də adlandıra bilərsiniz. Növbəti üfüqi məzmun xəttləri. Məsələn, Səfəvi dövləti haqqında danışan zaman onun mədəniyyəti haqqında da şagirdlərə məlumat veririk. Gəlin indi bunları müqayisə edək. Məsələn, müəllimlər, ilk olaraq fən daxili üfüqi inteqrasiya haqqında. Əsas mahiyyəti nə deməkdir? Əsas mahiyyəti ondan ibarətdir ki, eyni sinif səviyyəsində müxtəlif məzmun xəttlərinə aid bacarıqların birgə tətbiqi. Məsələn, məkan, dövlət, mədəniyyət. Bunların birgə tətbiqi dəyişmir, sinif səviyyəsində dəyişmir. Fərqli məzmun xəttləri paralel şəkildə inteqrasiya olur. Dediyim kimi, məsələn, dövlətin mədəniyyəti, şagirdin yazı bacarığı Azərbaycan dilində oxu bacarığı və eyni zamanda burada
deməli bizə şaquli inteqrasiyadan da nümunələr verib. Şaquli inteqrasiya pilləli inkişafdır. Necə pilləli inkişafdır? Yəni dediyim kimi 5-ci sinifdə mövzunu erkən versiyada keçmişəm. 8-ci sinifdə onu daha da genişlədib öyrədirəm. Düzdürmü? Düzdür. Bu şaquli inteqrasiya dəyişkən inteqrasiyadır. Təbii ki, eyni məzmun xətti saxlanır, ardıcıldır, mərhələlidir, dərinləşəndir. Yəni dərinləşmə gedir mütləq şaquli inteqrasiya modelində. Yaxşı, keçək görək növbəti nədən bəhs olunur? Fənlər arası inteqrasiya STEM dərslərində daha sıx istifadə olunan bir modeldir. 2 və yaxud da ki, daha artıq fənnin əlaqələnməsidir. Məsələn, isim mövzusudur. İsim mövzusunu Azərbaycan dilində, ingilis dilində, rus dilində keçə bilərik. Bunların əlaqələnməsi. Və yaxud da ki, Şah İsmayıl Xətai, İsmayıl haqqında biz ədəbiyyatda Dəhnamə, tarixdə yaradıcı Səfəvi dövlətinin banisi kimi məlumat alırıq. Düzdürmü? Bunlar fənlərin arasında inteqrasiyadır. Və yaxud da ki, xəritə modelindən coğrafiyada da istifadə edirik, tarixdə də istifadə edirik. İnteqrasiyadır, xəritə inteqrasiyası. Daha sonra hesablama. Məsələn, deyirəm ki, elektrik yükünü hesablayıram. Elektrik yükü hardan keçdiyimiz bir termindir və yaxud da ki, ifadədir. Fizikada hesablama riyaziyyatın fəaliyyətidir. Ona görə burada da hər hansı bir fənlər arası inteqrasiyadan biz söhbət edə bilərik, bəhs edə bilərik. Yəni, fənlər arası inteqrasiya fənlərin arasında baş verən əlaqələnmədir, dərinləşmədir. Gəlin görək növbəti burada biz nədən bəhs edirik? Fənüstü inteqrasiya. Fənüstü inteqrasiya real həyatla əlaqələnmədir, praktikdir. Bax, elə bil biz sizlə praktik təfəkkür keçmişdik, düzdürmü? Praktik təfəkkürü fənüstü inteqrasiyaya tətbiq etmək mərhələsinə uyğun götürə bilərik. Yəni, müəyyən bir problem var, müəyyən həyatı problem, tutalım çirklənmə olsun, nəqliyyat sıxlığı. Burada problem həyatdan götürülür və həyatdan götürdüyümüz o problemin həlli üçün müəyyən praktik işlər gördüksə, bu fənüstü inteqrasiyadır. Gözünün önündə canlandırdığım, təsəvvür etdiyin və yaxud da ki, vizualizasiya olan bir şeylər fənüstü inteqrasiyaya adətən nümunə götürülə bilmir. Məsələn, deyirəm ki, şagirdlərə sözlərin mənaları haqqında keçən müəllim bunu evdə məişətlə əlaqələndirin deyə, şagird əgər gedib bunu praktik olaraq evdə tətbiq edirsə, fənüstüdür. Və yaxud da ki, şagirdlərə zəlzələ mövzusunu zəlzələ anında və yaxud da ki, hər hansı bir təbii proseslər zamanında necə qorunmaq olmağın qaydalarını öyrətmişəm. Düzdürmü? Şagird əgər həmin vəziyyətdə real olaraq bunu tətbiq edirsə, həyata keçirirsə, bu inteqrasiya fənüstü inteqrasiyadır. Yəni, nədir? Real həyatla əlaqələnmədir. Praktik təfəkkürdə dediyimiz kimi, real situasiyada artıq biliklərinin tətbiq edilməyi, tətbiq etməyə çalışmaq deməkdir. Sonra, deməli, baxaq görək, burada biz növbəti nədən bəhs edə bilərik? Növbəti inteqrasiya modellərinin kitabımızdakı cədvəl nümunəsi verilir. Fəndaxili inteqrasiya necə inteqrasiya oldu? Fəndaxili inteqrasiya eyni fənnin daxilində olan əlaqələnmədir. Fənnə məxsus bacarıqlardır. Bəs fənlər arası inteqrasiya necə oldu? Yəni, müxtəlif fənlər arasında bilik bacarıqlarının istifadəsində tətbiq olunur. Düzdürmü? Və burada bizə lazımdır əsas fənnin bacarığı. Fəndaxili inteqrasiyada fənnə məxsus bacarıqdırsa, fənlər arası inteqrasiyada əsas fənnin bacarığı. Düzdürmü? Hesablama məsələn riyaziyyatda onun əsas bacarığıdır. Fənüstü inteqrasiya deyir ki, burada həyati bacarıqlardan bağlıdır. Yəni, bir var dərsdə keçəsən, qala dərsdə, amma sən onu praktik olaraq tətbiq edirsənsə, praktik olaraq həyata keçirirsənsə, burada biz nədən bəhs edirik? Fənüstü inteqrasiyadan. İndi gəlin mövzunun mahiyyətini daha dərindən anlamaq üçün, testlərin mahiyyətini başa düşmək üçün bir neçə inteqrasiyadan situativ tipli testlərə baxaq. İlk sualımız tarix dərsində Şuşanın tarixi hadisələri. Ədəbiyyat dərsində Şuşa şeiri, musiqi dərsində Qarabağ muğamı haqqında əgər araşdırma aparmaq istənilirsə, tarixdən söhbət gedir, gördüyünüz kimi ədəbiyyatdan söhbət gedir və musiqidən. Yəni, eyni mövzunun mahiyyət etibarilə eyni mövzudan, eyni anlayışdan söhbət gedir. Müxtəlif fənlər arasında əlaqəsindən söhbət gedirsə, tarix, ədəbiyyat, musiqi. Təbii ki, bu bizim hansı inteqrasiya modelimiz olacaq? Fənlər arası inteqrasiya modelimiz olacaq. Yəni ki, eyni anlayış və yaxud da ki, eyni fənnin xüsusiyyətləri müxtəlif fənlər arasında əlaqələnir, genişlənir, dərinləşir. Sonra keçid edirik növbəti ikinci sualımız. İkinci sualda
4-cü sinifdə şagirdlər əvvəl sadə təsvirlər çəkir, 5-ci sinifdə isə eyni mövzunu daha mürəkkəb kompozisiya səviyyəsində öyrənir. Burada deməli 4-cü sinifdə erkən olaraq şagird təsvir çəkirsə və bunu 5-ci sinifdə daha mürəkkəb şəklə gətirirsə, deməli sadədən mürəkkəbə doğru bizim getdiyimiz inteqrasiya modelimiz hansı modeldir? Şaquli. Biz Şaquli inteqrasiya modelini sadədən mürəkkəbə doğru, erkəndən mürəkkəbə doğru model kimi adlandıra bilərik. Yəni 4-cü sinifdə keçdim erkən versiyada, 5-ci sinifdə onu genişləndirib öyrəndim şagirdə və yaxud da ki, şagirdlər öyrəndi. 3. Təsviri incəsənət dərsində deməli kompozisiya qurmaq öyrənilir. Kompozisiya qurandan sonra eyni zamanda şagirdlərin işlərini şifahi şəkildə təqdim etmək tələb olunur. Burada hansı inteqrasiya modelindən söhbət gedir? Kompozisiya varsa, baxın bunu təsviri incəsənət müəllimləri baxanda asanlıqla görə bilər ki, bu eyni fənnin daxilində olan inteqrasiyadır. Eyni fənnin daxilində məzmun xəttləri arasında kompozisiya var və eyni zamanda da həmin kompozisiyaların təqdimatı var. Eyni fən daxilində olan inteqrasiyamız necə adlanır? Fən daxili üfüqi model adlanır. Deməli, düzgün cavabımız olacaq Y bəndi. Yəni burada nəyə görə şaqili götürmədik? Çünki müxtəlif siniflər arasında deyil, eyni sinifdə, eyni tədris saatında baş verib. Növbəti sual 4. Müəllim təbiət mövzusunda şəkil çəkdirir. Daha sonra həmin şəkillərdən istifadə edərək təbiəti qoruyaq mövzusunda nə edir? İnşa yazır. İndi mən cavabı deməmişdim. Gəlin fikirləşək görə. Bax, təbiət mövzusunda şəkil çəkmişəm. Şəkil çəkmək və təbiəti qoruyaq. İnşa yazdırıramsa, burada hansı inteqrasiyadan söhbət gedir? Təbii ki, təsviri incəsənət və inşa da Azərbaycan dilinə aid olduğu üçün müəllimlər, biz burada inteqrasiya olaraq baxın şəkil çəkirik və inşa yazırıq. İki fənnin arasında olan əlaqələnmədən söhbət getdi. Yəni təsviri incəsənət və Azərbaycan dilinin arasında olan əlaqələnmə. 5-ci sualımız, 5-ci sualda riyaziyyat dərsində müəllim fiqurların sahəsini öyrənir. Sonra şagirdlər eyni dərsdə o bilikdən istifadə edərək plakat tərtib edirlərsə, sizcə burada hansı inteqrasiya modelindən söhbət gedir? Hansı inteqrasiya olar? Riyaziyyat dərsi, fiqurların sahəsini öyrənirlər və plakat tərtib edirlər. Plakat da daha çox nələrdən ibarət olur? Müəllimlər, plakat nələrdən ibarət olur? Təbii ki, şəkillərdən ibarət ola bilər, eyni zamanda müxtəlif təsvirlərdən ibarət ola bilər. Burada da riyaziyyat və təsviri incəsənətin əlaqələnməsi var. Yəni fənlər arası inteqrasiya modeli. Və sonuncu olaraq 6-cı sualımıza baxırıq. Bir dərsdə müəllim şagirdlərə əvvəlcə sadə ornamentləri tanıdır. Dərsin sonunda isə onları milli naxışlar haqqında əsasında müxtəlif kompozisiya yaratmağa yönəldir. Və burada hansı inteqrasiyadan söhbət gedəcək? Eyni fənnin daxilində olduğu üçün biz burada necə inteqrasiya modeli götürə bilərik? Təbii ki, fən daxili inteqrasiya, yəni bir dərsdə müəllim şagirdlərə əvvəlcə sadə ornamentləri tanıtdı. Dərsin sonunda isə onları milli naxışlar əsasında müstəqil kompozisiya yaratmağa sövq edir. Eyni dərsin daxilində baş verdiyi üçün inteqrasiya modelimiz fən daxili inteqrasiya adlanır. Bugünkü izahımız bu qədər. Ümid edirəm ki, az da olsa inteqrasiya mövzusunun mahiyyətini anladınız, başa düşdünüz və testlərdə bunu asanlıqla yaza biləcəksiniz.